Əslində belə demək olar ki, Qurandakı əzab ayələri cənnət ayələrindən daha çox Allahın insana olan məhəbbətini göstərir. Bu dediyimiz məhəbbət isə elə-belə adi bir sevgi deyil ha. Çox-çox dərin və yandırıcı bir sevgidir. Allah bizi çox sevir. Kaş bunu anlaya biləydik. Quranda görünən ən sərt ifadə nədir? Qətələl insan, ölüm olsun insana. Bəs bunun harası sevgi dolu, harası aşiqanədir? Əksinə çox da aşiqanədir. Uca Allah insana o qədər məftundur ki, deyir: Ey insan, sən küfrə meyl etdin. Amma niyə anlamırsan ki, mən səni sevirəm? Niyə küfrlə özünə saadət və ləzzət yolunu bağladın? Niyə qoymursan ki, səni qucaqlayım? Üzünü çevirmisən, səni hər dəfə çağırıram. Sən isə məni vecinə almırsan. Niyə qoymursan səni öz bağrıma basım? Ey, ölüm olsun küfrə. Niyə özünü mənim lütfümdən məhrum edirsən canım? Niyə? Səni aşiqanə sevirəm. Mən səni yaratmışam. İstəmirəm cəhənnəmə gedəsən. Başa düşürsən? İstəmirəm ki, günahlarla bu dünyanı özün üçün soyuq və ruhsuz edəsən. Sən daima məndən ləzzət almalısan.